Salam dəyərli izləyicilər. Mövzumuz quru suları, çaylardır. Quru sularına ümumiyyətlə bir dəqiqə. Aha. Quru sular dedikdə materik və adalarda olan çaylar, göllər, su anbarları, bataqlıqlar, buzlaqlar, yeraltı sular, yəni ağlınıza gələcək bütün quru suları daxildir. Bizim bunlardan əsas çaylara baxırıq. Çay nədir? Çay yaratdığı dərə üzrə daimi və yaxud da ilin müəyyən bir hissəsində axan suya deyilir. Çayın başladığı yer onun mənbəyidir, töküldüyü yer onun mənsəbidir. Mənbəyi ola bilər buzlaq, bataqlıq, göl, bulaq. Mənsəbi ola bilər başqa bir çay, dəniz, okean, göl, boğaz, belə ola bilər. Və çayın bu vadi və yaxud da dərə deyə bilərik. Çayın ümumi axdığı ərazidir. Yəni vaxtilə burdan axıb, belə deyək. Bu hissələrdə terras ola bilər. Daha sonra çayın daimi axdığı hissə isə onun yatağı və yaxud da məcrasıdır. Subasar isə çayın səviyyəsi qalxanda su altında qalan ərazidir. Daha sonra çay və onun qollarının ümumi axdığı yer stoplayıcı hövzədir və stoplayıcı hövzələr bir-birindən su ayırıcı ilə ayrılır. Şahidsə, yəni çox hündür yerlər olur. Dağın məsələn hündür bir yeri, düzənliyin hündür bir yeri olur, ki, yəni çay hövzələrin bir-birindən ayırsın. Əsas çay, bir də onun qolları. Hamısı bir yerdə uzunluqlarını toplayıb axdığı əraziyə bölürlər, tapırlar çay şəbəkəsinin sıxlığını. İndi çayın qol məsələsinə baxaq. Çayın mənbəyində dayanırıq və yaxud da çayın axın istiqaməti üzrə dayanırıq. Deyək ki, çay bu istiqamətə axır da, burada düzdür? Bizim bu sağ tərəfimizdə olan qollar olur sağ qolları, sol tərəfimizdə olan qollar olur sol qolları. Və düzən çaylarında meandrlar olur, yəni çay əyri-üyrü istiqamətdə axır. Məsələn, Kür çayı belədir. Əyri-üyrü axır. Çay deyək ki, əvvəl bu istiqamətdən axıbmış. Ona görə baxın, burada bir su yığını var burada. Sonradan dərəsini dəyişib, başqa əyri yerinə, başqa yerinə axmağa başlayıb. Bu əvvəlki dərədə qalan su olub axmaz göl. Çay dağdan gələndə özü ilə çoxlu çöküntülər gətirir. Bu çöküntülərin bir hissəsini dağdan düzənliyə çökən yerdə çökdürür. Buna deyilir gətirmə konusu. İndi bunu ayrıca da göstərəcəm usta, yəni izah eləyəcəm. Bu olur gətirmə konusu. Yəni gətirdiyi çöküntüləri, çöküntülər də allüvial çöküntülər adlanır. Daimi axarların gətirdiyi çöküntülər allüvialdır, müvəqqəti axarların gətirdiyi isə prolüvial çöküntülərdir. Nəysə, bu çöküntülər dağdan düzənliyə çökən yerdə olur, gətirmə konusu. Amma gəlib mənsəbə çatanda bilirik ki, çay mənsəbə doğru artıq düzən çaydırsa xüsusilə axın sürəti zəifləyir. Zəiflədiyinə görə bu çöküntünü gətirib o töküldüyü yerə tökə bilmir. Mənsəbdə çökdürür. Çökdürür və beləncə çöküntülər yığını yaranır. Buna deyilir delta. Çay da məcbur bura gələndə neyniyir? Bu çöküntülərə görə qollara ayrılır. Buna delta dedik. Bir də var estuari. Estuari isə nədir? Bir dəqiqə ona ayrıca baxaq. Çayın bu normalda məsələn deltada gəlib burada çöküntüləri toplayırdı, düzdür? Məsələn belə çaylar Nildir, Nigerdir, Mississippidir, Yukondur, Kürdür, Volqadır, Dunay, Xuanxa, Lena, Orinoco, Mekong və s. Çoxlu çaylar var. Bunları əzbərləmək lazımdır. Bir də var estuar mənsəbli çay. Estuar odur ki, bu çöküntüləri yenə bu gətirməklə, amma burada ya çayın töküldüyü yerdə çox sürətlə tökülür, ona görə çöküntüləri aparıb töküb töküldüyü yerə, ya da burada deməli qabarma çəkilmə hadisəsi olub və yaxud da cərəyanlar burdan çöküntüləri yuyub özü ilə aparıb okeana. Ona görə də belə körfəz formasında qıfa bənzər bir dərə yaradıb. Bu da oldu estuari. Məsələn, Atlantik okeanı tökülən Temzadır, Reyn, Sena, Parana, Müqəddəs Lavrenti, Kongo, Şimal buzluya tökülən Ob, Yenisey, Peçora, sahildə tökülən Kolumbiya, Kolorado, Hind okeanı tökülən Zambezi, Murray belə çaylardandır. Ob çayının estuarisi ən uzun estuaridir. Ona görə də ona Quba deyilir. Qubanın əmisi oğlu Quba. Və Parana isə ən enli estuarisi olan çaydır. Baxın, ən enli Paranadadır. Ən deməli uzun isə Ob çayındaydı. Daha sonra buradan da baxaq, estuari, Ob, Yenisey, Xatanga, Dnepr, Taxot, Amur, daha sonra Anadır, Temza, Sena, Luara, Haronna, Zambezi, Kongo, Kolumbiya, Kolorado, Parana, Müqəddəs Lavrent çayları
estuar mənsəbli çaylardır. Reyn, Sena da burada var idi. Delta isə Qanq, Brahmaputra, Xuanxe, Dunay, Po, Volqa, Neva, Don, Ural, Lena, Yana, İndigirka, Kolima, Amur dəryası, Sırdərya, Kür, Şətələrəb, daha sonra Mekong, Nil, Niger, Mississippi, Orinoco. Bu Şətələrəb çayı Dəclə Fərat çayları birləşəndən sonra Şətlərəb adlanır. Odur. Çayın eroziyası bir də akkumulyasiyası var. Akkumulyasiyasını bayaq dedik. Akkumulyasiyası o alüvyal çöküntülər gətirmə konusu deltadır. Yəni gətirib topladığı, yaratdığı şeylərdir. Bir də var çay eroziyası isə çayın dağıcı fəaliyyətidir. Eroziyada iki yerə bölünür. Dib eroziya, yan eroziya. Dağ çaylarında təbii ki, dib eroziya yüksək olur. Çünki dağda çay yüksək sürətlə axır və əgər orada yumşaq suxurlar da varsa, burada V şəkilli ya dib eroziyanın yaratdığı relyef forması yaranır. Yəni dibi V şəklində olur çaylar. Bu olur dib eroziya. Məsələn, Kolumbiya, Kolorado, Azərbaycanda Qusar çayı, Vəlvələ çayı, Qudyal çayı belə çaylardandır. Yan eroziyası isə düzənlik çaylarında olur. Düzənlik çayı təbii ki, düzənliklə axdığına görə yan tərəflərin yonur, dağıdır. Buna deyilir yan eroziya. Daha sonra bayaq bunu dedik, axmazları, Sarısu, Ağcael, Hacıqabul, Mehmancoy bunlar Kürün axmazlarıdır. Meandr yəni çay əyri-üyrü daha bax belə axır. Kanyon nədir? Kanyon dar və dərin dərədir. Bunun həm də turizm əhəmiyyəti var. Dünyanın ən böyük kanyonu Grand Kanyondur. Kolorado çayındadır, ABŞ-da və Arizona ştatında olmalıdır. Kolorado platosundadır. Bu o deməkdir ki, çay əvvəl bu istiqamətdən, yəni yuxarı ilə axırmış, dərəsi buralarda bir yerdəymiş. Sonradan dərəsini dərinləşdirib, indi çay buradan axır. Bu nəydən qaynaqlandı? Birincisi bu dağ çayıdır. Yumşaq yuyulan suxurlar var. Meyillik çoxdur. Yüksək axın sürəti var. Ona görə də çay dərəsini yuyub dərinləşdirib indi buradan axır. Azərbaycanda da var belə çay. Məsələn, Qusar çayı, Qudyal çayı, Vəlvələ çayı. Yəni Böyük Qafqazın şimal-şərq yamaç çayları. Baxın bu kanyon. Daha sonra eroziya bahisi çayın bürünüb töküldüyü yerdir. Və eroziya ümumiyyətlə dağılma deməkdir axı. Yəni çay dərəsinin hara qədər eroziyaya məruz qoya bilər, hara qədər dağıda bilər? Təbii ki, töküldüyü yerə qədər. Çayın eroziya bahisi dəniz səviyyəsi ola bilər və yaxud da dəniz səviyyəsindən aşağı ola bilər, Xəzərə tökülən çaylar. Dəniz səviyyəsindən yuxarı ola bilər, Aral gölünə tökülən Amudərya, Sırdəryadır. Obun qolları ola bilər, Lelan, yəni dağ çaylar, belə də dağlıq ərazidən axan çaylar. Daha doğrusu dağlıq ərazidə tökülən çaylar. Daha sonra eroziya bahisi qalxarsa çayın düşməsi azalacaq. Çayın düşməsi mənbə ilə mənsəbin fərqidir, hündürlük fərqidir. Təbii ki, çayın əgər eroziya bahisi yuxarı qalxırsa, deməli mənbə ilə mənsəb arasındakı fərq azalır. Əgər eroziya bahisi enirsə aşağı, deməli daha doğrusu mənsəbi töküldüyü yer aşağı enirsə, deməli eroziya bahisi də aşağı enəcək. Yəni çay dərəsini daha da ora qədər dərinləşdirməlidir ki, gedib tökülə bilsin. Daha sonra şəlalə nədir? Şəlalə dağ çaylarında olan, belə deyək də, gözəl bir təbiət hadisəsidir. Bu, əgər burada yumşaq suxur olsaydı, həmin bu çay bu dərə açacaqdı. Yəni dərə ilə davam eləyib axıb gedəcəkdi. Burada bərk suxur olduğuna görə çay buranı yuyub apara bilməyib, məcbur bunun üstündən yuxarıdan aşağı doğru tökülüb olub şəlalə. Ən gür sulu şəlalə Niagara üzərində Niagaradır. Ən hündür şəlalə isə Orinoco'nun uçurum qolu üzərində olan Anhel şəlaləsidir. Həmçinin Parana'da Iguasu, Zambezidə Victoria, Kongo çayında Livingstone Stanley, Tugela çayında isə Tugela şəlaləsi var. Azərbaycanda Vəlvələ üzərində Afruca, Dəmiraparan çayı üzərində isə Mucuq şəlaləsi var. Gətirmə konusunu bayaq dedim, o dağdan düzənliyə keçən yerdə yaranır. Məsələn, Qanlı çayda, Gəncə Qazax düzündə, Naxçıvanda belə var. Alüvya çayın ilə gətirdiyi çöküntüdür. Onun yaratdığı düzənlik alüvyal düzənlik adlanır. Deltanın gətirmə konusunun oxşar cəhəti alüvyal çöküntü toplanmasıdır. Fərqli cəhəti odur ki, gətirmə konusu dağdan düzənliyə keçən yerdə olur, delta isə mənsəbdə olur. Terras isə dib və yan eroziyanın adi növbələşməsidir. Terras odur ki, məsələn, çay burdan axır, əvvəl burdan axmayıb, əvvəl bu hissədən axıb yuxarıdan. Hardasa bu enliyə böyük bir çay olub. Sonradan dərəsini dərinləşdirib iki cür səbəb ola bilər terrasın yaranmasına. Bir səbəb odur ki, çay, yəni dağ çayıdır, yumşaq suxurlar var, yuyub gedib qıraqları olub terras. Yəni əvvəlki dərəsinin xətti terras adlanır. Bir bu ola bilər, bir də ola bilər ki, bu geosignal ərazidədir, yəni dağlıq ərazidir və geosignaldır, həmin ərazinin hündürlüyü qalxır
çay dərəsi dərinləşir. Əvvəlki dərə terras kimi görünür, bu olur terras. Çayın illik səviyyəsində 2 rejim var: jursulluq, bir də qıçsulluq. Bu, qıçsulluq, az sulu dövrdə çay quruya bilər. Ümumiyyətlə quruyan çaylar Avstraliyada kriklər adlanır. Quruyan çaylara məsələn Teşləməkan səhrasında Tarim çayını göstərə bilərik. O Lobnor gölünə tökülürdü əvvəl. Daha sonra Çor mənsəbli çay da deyə bilərik. Məsələn, Hilmətdir, İranda yoxa çıxır. Yəni onlar yoxa çıxır belə deyək mənsəbdə. Yəni əvvəl harasa tökülürdü belə deyək. İndi isə tökülmür və yaxud da ümumiyyətlə elə çay ola bilər ki, müəyyən bir ərazidə axır və yoxa çıxır. Hər hansı bir əraziyə tökülmədən yoxa çıxır mənsəbi. Axımı, rejimi tənzimlənmiş və tənzimlənməmiş ola bilər çaylar. Əgər üzərində su anbarı varsa, axımı tənzimlənib. Su anbarı yoxdursa, tənzimlənməyib. Məsələn, birinci çayın baxın, hidroqraf ümumiyyətlə çayın rejimini göstərir. Sən aylar üzrə çayın səviyyəsini müşahidə eləmək olar burdan. Məsələn, birinci çayı görürsüz, səviyyəsi kəskin dəyişib. Deməli, bunun axımı tənzimlənməyib. Amma ikinci çaya baxın, daha belə deyək, tənzimlənmiş şəkildə axır. Bu su anbarı tikiləndən sonrakı vəziyyətidir. Daha sonra baxırıq, bu çayın səviyyəsini göstərir aylar üzrə. Görürük ki, iyun-iyul avqust aylarında çayın səviyyəsi yüksək olub. Bu deməli ya şimal subekvatorialdan axan çaydır, ya da ekvatorial gəlib bol sulu olub, ya musson rejimlidir, ya da buzlaq suları ilə qidalanır. Yəni Amu dərya, Sırdərya çayları ola bilər. Daha sonra Hind, Qanq, Mekong, Brahmaputra çayları ola bilər. Yansızı, Amur bu çaylar ola bilər. Qarşı qidalanmaya malik çaylar daha çox xüsusilə mülayim kontinental iqlim tipi, Sibirin çayları falan ola bilər. Daha sonra ekvatorial və mülayim dənizdən, subtropikin bərabər rütubətlisindən axan, subtropik iqlim qurşağının bərabər rütubətlisindən axan çaylar ki, orada çox da əhəmiyyətli bir çay adı çəkmirik. Bu çaylar isə il boyu bol sulu olan çaylardır. Məsələn, ekvatorialdan axan Konqodur, İndoneziyanın çaylarıdır, sonra Amazondur, mülayim dənizdən axan Temzadır. Bunlar məsələn il boyu səviyyəsi demək olar ki, bərabər qalır. Cənub subekvatorialdan axan çayların səviyyəsi isə təbii ki, belə olacaq. Çünki Cənub subekvatorialda yay ayları dekabr, yanvar, fevral olduğuna görə, məsələn, Zambezidir, Paranadır. Bu çayların rejimi belə olacaq. Bir də Şimalın Aralıq dənizi. Bu Tiberdir, Taxodur, Dorodur, Po çayıdır. Yəni Aralıq dənizinə tökülən həmin ətrafdakı çaylar Şimal subtropikin Aralıq dənizi iqlim tipi olan çayların rejimi də belə olacaq. Çünki onlar qışda bol sulu olur. Bir də baxaq indi su anbarlarına. Məsələn, Grand Kulu su anbarı Kolumbiya çayı üzərində ABŞ-dadır. Itaipu Parana çayındadır, Braziliya ilə Paragvaya düşür. Yenisey çayı üzərində Sayan Şuşenski var, Rusiyaya düşür. Bunun Türk Respublikası olan Xakasiyaya da düşür bu. Daha sonra Yansı çayı üzərində Üçdərə Çin ərazisindədir. Zambezi çayında Cabora Bassa Mozambikdə, Kariba isə Zambiya və Zimbabvedədir. Nil çayı üzərində Viktoriya, Uganda, Kenya, Tanzaniyadır. Assuan isə Misir və Sudandadır. Volta çayı üzərində isə Volta su anbarı var, o isə Qana ölkəsində yerləşir. İndi çaylara digər videoda baxarıq.